Bir məsələni qeyd edim ki, Tovuz Şəhər Stadionunda örtüyünün o vəziyyətdə olması ola bilər həm iqlimlə, təbiətlə bağlı olsun, həm də bizdə olan məlumatdır ki, idarəçilərin, rəhbərliyin tələsik qərarının səbəbidir. Digər tərəfdən hava məsələlərini biz diqqətə çatdırırıqsa, Qəbələdə bilirik ki, daha sərt qış keçir, amma daha ideal örtükdə Qəbələ illərdir bu oyunlarını keçirir və belə problemlə qarşılaşmır. Bu məsələnin bir tərəfi, digər tərəfi bu anlama gəlirmi ki, sizin üçün artıq Heydər Əliyev adına İmişli Şəhər Stadionunun məsələsi tam qapanıb, yeni stadion barədə düşünürsünüz? İlk öncə Quba ilə bağlı, sizin verdiyiniz sual sırf Quba ilə bağlıdır. Quba örtüyündə olan vəziyyətin problemi tamam fərqlidir. Drenaj. Drenaj bir. Daha əvvəldən olan problemdir. Təbii ki, yox. Oranın ot örtüyündə olan birinci problem, məsəl üçün palçıq deyirlər və palçıq liqası deyilən bir fikir atılır. Siz təcrübəli jurnalistlər bilirlər ki, meydanlar fərqlidir. Məsəl üçün, əvvəllər torpaqdan meydan olurdu. İndi amma qumdan olur. Qum Misir qumu olmalıdır. Çünki o bir qum, belə deyim də, bir daş formasını alır. Misir qumu su dəyəndə o almır. Quba stadionunu bu günləri bizim istədiyimiz səviyyəyə gətirmək mümkün deyil. Amma o stadion cavab veribmi tələblərə? Bəli, cavab veribdir. Bizim oyunlara baxsaz, bizim oyunların hamısında oyundan ya bir gün qabaq, ya 2 gün qabaq çox ya yağış olub, ya qar olub. Bu bəraət qazandırmaq deyil, amma prosesdir. Torpağa dəyən su istər-istəməz orada örtüyü dəyişdirəcəkdir. Sizin suala gələndə ki, Heydər Əliyev adına İmişli Şəhər Stadionu, birincisi o bizim stadion deyil. Bizim özgə, belə deyim də, başqa bir əmlaka, özgə bir əmlaka sərəncam verməyimiz mümkün deyil. Biz başa düşürük ki, əgər ki, yer sahibi ilə bizim aramızda məsələləri biz, belə deyim də, həll yoluna çatdıra bilmiriksə, demək ki, biz özümüzə ev tikməliyik və öz yuvamız, öz yurdumuz olmalıdır ki, biz həmin yerdə özümüz rahat, öz futbolumuzu oynayaq, futbolumuzu inkişaf etdirək. Bir şeyi də mən qeyd eləmək istəyirəm, müxtəlif internet resurslarında bunu mənə bir neçə şəxs deyibdir ki, siz MKT Arazın davamçısısınız, Mil Muğanın davamçısısınız. Biz İmişli futbolunu təmsil eləsək də, biz İmişli PFK-yıq. Bizim bundan öncəki heç bir klubla əlaqəmiz yoxdur. Biz sırf yeni yaranmış bir klubuq, bizim belə deyək də, bağlantımız bundan öncəki klublarla mövcud deyil. Və biz daim öz müstəqilliyimizi, öz klubumuzu, öz sərhədlərimiz çərçivəsində idarə edəcəyik.